Cəbrayıl rayonunda Sultanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Elə istehkamlar qurmuşlar orada. Heç bəlkə də dünyada belə istehkamlar oldu. Nə üçün? Çıxmaq istəmirdi. Hesab edirdi ki, əbədi oturacaq burada. Erməniləşdirmək istəyirdi. Biz bir amalla, bir arzuyla yaşamışıq bütün bu illər ərzindəki bu torpaqlara qaydaq. Cəbrayıl şəhəri işğaldan azad edilib, gözün aydın olsun Azərbaycan.